Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi artır. Nəzərə alsaq ki, bu il Ermənistanla Rusiyanın ticarət dövriyyəsinin 7 milyard dollara çatdırılması nəzərdə tutulub. O zaman sual yaranır. Mövcud vəziyyətdə Qərb niyə göz yumur? Ukraynalı ekspertlərin fikrincə Ermənistan eyni vaxtda iki oturacaqda əyləşməyə çalışır. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 62% ötüb. Ümumilikdə son 2 ildə Rusiyadan bu ölkəyə 4 milyard 200 milyon dollar sərmayə yatırılıb. Son bir ildə isə Ermənistan ərazisi ilə Rusiyaya 3 milyard 700 milyon dollar dəyərində müxtəlif təyinatlı yük daşınıb. Bugünə qədər 6-7 Ermənistan şirkəti ikili sanksiyalara məruz qalıb. Amerika tərəfindən və Avropa tərəfindən Rusiyaya və yaxud da İrana kömək etdikləri üçün cəmi bir neçə şirkəti sanksiyalar altına salıblar. Amma həmən də həmin şirkətlərin adı dəyişdirilir, təsisçisi dəyişdirilir, eyni qaydada yenə fəaliyyətləri davam edir. Yəni bu da Qərbin daha yumşaq Ermənistana münasibətindən doğurur. Sanki Ermənistanın Rusiyadan yavaş-yavaş qopmasının zəminini hazırlayırlar deyə bəzi şeylərə göz yumurlar. Bu il isə Ermənistanla Rusiyanın ticarət dövriyyəsinin 7 milyard dollara çatdırılması nəzərdə tutulub. Paralel olaraq İrəvan Rusiya hərbçilərinin təcili Zvarnots aeroportundan çıxarılmasına çalışır. Ermənistan qeyri-səmimi və hətta qarışıq oyun oynayır. Bir anda iki oturacaqda əyləşməyə çalışır. Lakin müasir siyasətdə bu mümkün deyil. Nə qədər bu yolla getsələr, özlərinə hər hansı məsələdə kömək gözlədikləri ölkələrdə neqativ reaksiya görəcəklər. Ermənistan bir tərəfdən Rusiya əleyhinə siyasət yürütməyə çalışsa da, bu ölkə ilə iqtisadi əlaqələrini daha da dərinləşdirmək niyyətindədir. Görünən odur ki, İrəvan həm Qərbdən, həm də Rusiyadan faydalanmaq istəyir. Bu istəyinə nail olub-olmayacağı isə yaxın vaxtlarda məlum olacaq.